Salam əziz izləyicilər, mən Azərbaycan dili müəlliməsi Suğra Əsədli. Bugün sizə 3-cü qızıl qaydamızın izahını təqdim edəcəm. 2-ci qızıl qaydamızda biz saitlə başlayan şəkilçi artırdıqda qığı əvəzlənməsi baş verən sözlərin tələffüzündən danışmışdıq. Bugün isə qığı əvəzlənməsi baş verməyən sözlərin tələffüzündən danışacağıq. Bu sözlərə misal olaraq şəfəq sözünü nümunə göstərə bilərik. Baxaq görək şəfəq sözünün tələffüzü necə olacaq. Deməli, söz tək işləndikdə, yəni şəkilsiz işləndikdə, sözə samitlə başlayan şəkilçi artırdıqda və ya özündən sonra samitlə başlayan söz gəldikdə, sözün sonundakı k kimi tələffüz olunacaq. Saitlə başlayan şəkilçi artırdıqda və ya özündən sonra saitlə başlayan söz gəldikdə, sözün sonundakı q olduğu kimi qalacaq. Məsələn, sözə həm saitlə başlayan, həm samitlə başlayan şəkilçi artıraq və tələffüzünə baxaq. Şəfəqdən. Samitlə başlayan şəkilçi artırdığımıza görə q kimi tələffüz olundu. Bir də saitlə başlayan şəkilçi artıraq. Şəfəqin. Saitlə başlayan şəkilçi artırdığımıza görə q tələffüz zamanı dəyişmədi. Bir də şəfəq sözünü tək işlədək. Şəfəq. Bu şəkildə tələffüz olunacaq. Belə 3-cü qızıl qaydamızın da izahı bu qədər. Ümid edirəm ki, izahım sizin üçün yararlı olmuşdur. Sağ olun, salamat qalın.